Axşamınız xeyir. Mən Bakı Peşəkarlar Akademiyasının informatika müəllimi Pərvanə Bayramova. Bugün biz öyrənirik mətn informasiyasının kodlaşdırılması. Əvvəlcə kodlaşdırma nədir? Niyə informasiyanı kodlaşdırırıq? Bu haqda qısa bir giriş eləyək. Deməli, imtahanlara gedəndə kodlaşdırma vərəqləri ilə işləmişik də, yəqin ki, düzdürmü? Yəni sualların cavabını bir var kitabçada yazırıq, bir də var onu kodlaşdırırıq. Bunu niyə eləyirik? Nəticələr daha tez emal olunsun deyə. Və yaxud da əvvəllər məlumatları yazırdıq kitablara, nə bilim, dəftərlərə və yaxud da başqa vasitələrə. Sonra yaddaş qurğuları icad olunmağa başladı, disketlər, maqnit lentlər, indi isə flash disklər, CD disklər və başqa-başqa rəqəmsal qurğular var. Bu informasiya bolluğunda, bu rəqəmsal qurğularda informasiyanı yerləşdirmək üçün kodlaşdırmaq lazımdır. Kodlaşdırmanı da öyrənmək üçün biz başlayırıq biraz kompüterin yarandığı dövrdən. Niyə ora gedirik? Çünki bu kompüterin daxili yaddaş qurğusunun quruluşu ilə birbaşa əlaqəlidir. Məsələn, deməli, kompüterin yaddaşı ümumiyyətlə içərisindəki mikrosxemlər siqnallarla işləyir. Yarım keçirici tranzistorlarla, mikrosxemlərlə işləyir. Və onlar siqnalı ötürdükcə elektrik cərəyanı siqnalı varsa 1 gedir, yoxsa 0. Və bu sxemi nəzərə alaraq belə bir kodlama eləyiblər ki, deməli, informasiyanın minimal bir ölçü vahidi var. Bu 1 bitdir. 1 bit ya 0 ola bilər və yaxud da 1 ola bilər. Yəni, 1-in də həcmi 1 bitdir, 0-ın da həcmi 1 bitdir. Bunların 8 dənəsi birləşdikdə 8 ədəd 0 və ya 1. Məsəl üçün, hər hansı bir 1 və 0 ardıcıllığını yaza bilərik biz. Məsələn, belə bir ifadə yazırıq. Burada 8 dənə simvol var. Bildiyiniz kimi, bu ikili say sistemində olan bir ədəddir. Və 8 dənə simvolumuz bizə 8 biti birləşdirir. 8 biti. 1 baytı əmələ gətirir. Bayt bizim əsas ölçü vahidimiz olur. Baytı da adətən bu kimi işarə eləyirik. Yəni, bu hərfi görəndə bu bitdimi, baytdımı, bunu qarışdırmayaq. Bu hərfi ilə biz sadəcə baytı işarə eləyirik. Çünki bit özü zaten binary digit sözünün qısaltmasıdır. Yəni, ondan o yana qısalası deyil. Bit özü qısalmış bir ifadədir. İndi isə gələk bu mətnlə informasiyasına bunun əlaqəsi nədir? Deməli, ilk kodlar yarananda artıq informasiyanı kodlaşdırmaq lazım idi. Qurğunu yaratmışlar, amma mətn informasiyası necə emal olacaqdı, bu haqda müzakirə gedirdi. Və düşündülər ki, axı bu qurğu siqnallarla işləyir, maşın dilini başa düşür, insan dilini kompüter necə başa düşsün? Kompüterin maşın dilini başa düşməsi üçün ona da öz dilinə tərcümə eləmək lazım idi. Necə ki, fərqli dillərdə danışan insanlar bir-birini başa düşə bilmirlər, tərcümə edirlər sözləri. İnsan dili ilə də maşın dili bir-birini anlamalıdır. Bunun üçün də kodlar lazımdır. Yəni, o hərfi ona tanıtmalıyıq. İndiki dövrdə süni intellekt necə işləyir? Süni intellektə biz öyrədirik. Biz hansı əmri öyrədiriksə, o onu bilir. Kompüterdə də kodları, simvolları, hərfləri, rəqəmləri, işarələri ona tanıtmaq lazımdır. Tanıtmaq üçün də axı onun qarşılığında onun da bildiyi nəsə olmalıdır. Yəni, mən A hərfini bilirəm ki, bu mənim üçün A hərfidir. Axı, kompüter bunu A hərfinin nə olduğunu anlamır. Kompüterə A hərfini izah eləyə bilmək üçün biz onun dilində bir kod istifadə eləməliyik. Yaxşı, bu hərflər var, rəqəmlər var, işarələr var. Təkcə bununla bitmir axı. Müxtəlif əlifbalar var, fərqli-fərqli ölkələrin dilləri var. Axı, hamımızın hərfi eyni deyil. Biz A hərfini belə yaza bilərik, amma başqa bir dildə başqa bir hərf tamamilə fərqli formada yazılır. Bu yüzden nə ediblər? Onlar ASCII bir cədvəl yaradıblar. Bu ASCII deməli nəyin qısaltmasıdır? İndi bunu deyəcəm. Deməli, American Standard Code for Information Interchange. Bunun qısaltmasıdır. Yəni ki, onlar Amerika standartı yaradıblar ki, hərflərin kodlarını kompüterə izah eləyə bilsinlər. Və burada da nə baş verir? Axı 8 bit bir baytdır. Onlar fikirləşiblər ki, biz neçə dənə simvolu axı kodlayacağıq, bu kodun uzunluğu nə qədər olsun? Kodun uzunluğu 8 simvol olsa, fikirləşiblər ki, 2 üstü 8 ədəd
biz simvolun kodunu yarada bilərik. Yəni bura xüsusi simvollar, xüsusi əmrlər, hərflər, rəqəmlər sığışacaq. 2 üstü 8 də bizdə 256-dır. Deməli, hər bir simvolun uzunluğu 8 bitdən ibarət bir koddur. Məsələn, A hərfinin kodu tutaq ki, buradakı ifadədir. Məsələn deyirəm. Tutaq ki, belə birinci başlayır 0, 0, 8 dənə 0-dan başlayır da. Məsələn, deyim, bu 0-cı element olur. Məsələn, biz bunu dəyişdirək, bura 1 əlavə edək. Tutaq ki, bu birinci simvoldur. Sonra bundan bir vahid çox digər simvol yazırıq. Bu şəkildə davam edərək gedir. Deməli, biz 0-dan başlayaraq 255-ə qədər, maksimum 255-dir. Bu qədər simvolu kodlaya bilirik. Və ASCII cədvəlində 256 simvolun kodunun qarşılığı var. Yaxşı, bu ASCII yetərli olmur. Belə deyim. Gəlin bir-iki dənə nümunə göstərim, sonra digərinə keçəcəm. Tutaq ki, hər hansı bir sözdür. Məsələn, məktəb sözünü ASCII-də kodluyuruq. Məktəbi əslində ASCII-də kodlaya bilməliyik, çünki orada ə hərfi yoxdur. Amma biz təsəvvür edək ki, var da. Burada neçə dənə simvol varsa sayırıq. Məktəb sözündə 6 hərf var, yəni 6 simvol var. Hərəsi 8 bitdirsə, yəni biri 8 bit olanda 6 dənəsi olur 48 bit. Sizə deyə bilər, bunu məsələn byte ilə ifadə edin. İndi gəlin öyrənək ki, ASCII-də bir simvol neçə baytdır? Deməli, 8 bit bir bayt olduğu üçün, orada da hər simvol 8 bit yer tutduğu üçün, deməli, ASCII-də qeyd edirik bura. Bir simvol, bir baytdır. Bir simvolun həcmi 1 baytdır. Yaxşı, 256 simvol dünyadakı bütün dillərə yetərlidirmi? Təbii ki, deyil. Bundan sonra daha başqa bir əlifba yaradıblar. Bu əlifba olur Unicode əlifbası. Unicode-da artıq düşünüblər ki, bu digər, məsələn, fərqli ölkələrin hərfləri var. Məsələn, Hindistanın, nə bilim, elə özümüz Azərbaycan əlifbasında olan hərflər. Ə, Q, Ü, axı bunun Latin əlifbasında yoxdur. Digər başqa simvollar da var. Və düşünürlər ki, burada artıq simvolun uzunluğunu biraz artırmaq lazımdır. 1 bayt yox, burada 2 bayt olsa, yəni 16 bit həcmində olarsa, bir kodun uzunluğu təsəvvür edin, 16 simvoldan, 0-dan 1-dən ibarətdir. 216 ədədi də 65.536-ya bərabərdir. Yəni 65.536 ədəd simvolu biz kodlaya bilərik. Səhv eləmirəmsə artıq yəni bu cədvəldə dolmaq üzrədir. Deməli, Unicode-da bir simvol 2 bayt yer tutacaq. Məsələn, biz bu məktəb sözünü Unicode-da kodlasaq, bayaqları 6 dənəsi 1 bayt idi, 6 bayt olmuşdu. Amma indi bir simvol 2 bayt olduğu üçün 6-nı vururuq 2-yə, artıq burada 12 bayt olur. Unicode ilə ASCII həmişə bir-birindən 2 dəfə fərqlənir. Bundan başqa da kod cədvəlləri var və məsələnin özü şərtində bunu bildirir. Məsələn, deyir ki, bir simvolun həcmi 3 baytdır və yaxud da 4 bitdir, 7 bitdir. Belə olan hallarda müxtəlif əlifbalar yaranır. Yəni, biz ASCII əlifbası ilə Unicode əlifbasını bilirik. Bu bizim üçün ən çox istifadə olunan əlifbalardır. Amma qeyri-müəyyən əlifbalar da var. Məsələn, deyir ki, o elə bir əlifbadır ki, orada bir simvol 9 bit həcmdədir. 9 bit həcmdə olanda deyir, bəs bu əlifbanın gücü nə qədərdir? Aha, indi gəlin əlifbanın gücü anlayışı ilə tanış olaq. Deməli, əlifbanın gücü nə deməkdir? Əlifbanın simvollarının sayı. Necə ki, bir ölkənin gücü onun ordusunun həcmi ilə ölçülür, əlifbanın gücü də simvollarının sayı ilə ölçülür. Adətən onu biz N hərfi ilə işarə edirik. Bu Hartley düsturudur, yeri gəlmişkən yadınızda qalsın. Hartley düsturunda bir simvolun həcmi həmin bu i-dir. Yəni, i neçə bitdirsə, 2-nin qüvvətində yazırsınız və əlifbanın gücünü tapa bilirsiniz. Məsələn, 9 bit deyəndə 2 üstü 9. Deməli, burada n-imiz 512 olacaq. Yəni, bu elə bir əlifbadır ki, bu əlifbanın gücü, yəni simvollarının sayı 512-dir. Tutaq ki, sizə deyə bilər ki, mətni 64 simvolu əlifbada kodlaşdırmışam. Siz tapmalısınız ki, 64 2-nin hansı qüvvətidir? 6-cı. Aha, deməli, burada bir simvol 6 bit həcmdədir. Bunu bu cür tapmaq lazımdır. Məsələn, məktəb sözü 6 bitlik əlifbada kodlaşdırılsa,
6 vur 6 deməli 36 bit həcmdə olacaq sözün həcmi. İndi bu kodlaşmanın həcm hardan gəlir? Niyə kodlaşma həcm anlayışı ilə eyniləşir? Telefonlarınızda və yaxud da cihazlarınızda məsələn şəkil göndərirsiniz, şəkil çəkirsiniz, video çəkirsiniz. Baxırsınız ki, videonun həcmi var. Tutaq 3 megabayt, 4 megabayt, məsələn 50 megabayt və s. Bu ədədlər hardan gəlir? Hamısı o məlumatların həcmindən gəlir. Siz mətndə yaza bilərsiniz, mətnin həcminə də baxa bilərsiniz ki, orada nə qədər çox mətin yazsanız, o qədər artacaq. Ha, deməli mətnin həcmini artıran nədir? Onun simvollarının sayı. Gəlin əsas düsturumuzu öyrənək. Deməli, mətndə simvollar var. Mətnlər də axı təkcə bir səhifədən ibarət deyil. Tutaq ki, sətirlər var da. Bir kitabın görün nə qədər sətirləri var, nə qədər səhifələri var. Deməli, bu düstur necə tapılacaq? Həcm düsturu lazımdır bizə. V ilə işarə eləyə bilərik. Buraya yaza bilərik V mətin nəyə bərabərdir? Deməli, simvol vurulsun səhifə, vurulsun sətir və bir simvolun həcmi. Yəni, o hansı əlifbadadırsa, orada neçə biti həcmdədirsə bir simvol, o qədər tapılacaq. Əslində belədir ki, biz bir simvolun həcmini bilsək, sonra bunu bir sətirdəki simvolların sayına vursaq, onu da səhifələrin sayına vursaq, biz ümumilikdə əslində simvolların sayını tapırıq. Və birinin həcminə vurmaqla da onun həcmini bilmiş oluruq. Həcm alına bilər bitlə, baytla, sizdən onu istəyə bilər kilobaytla, megabaytla və s. İndi buna aid bir neçə nümunə misal mən işləyəcəm. Sonra siz də işləyəcəksiniz. Gəlin baxaq, məsələn, deyirəm ki, abituriyentlər sözünü götürək. Bunları işləyəndən sonra minimal əlifba ilə bağlı məsələlər də işləyəcəyik. Abituriyentlər. Dırnaq işarələri nəzərə almırıq. Gəlin görək abituriyentlər ifadəsi ASCII-də nə qədər yer tutur, Unicode-da nə qədər yer tutur. Əvvəlcə bunun hərflərinin sayını bilməliyəm mən. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 simvolum varsa, belə bir ipucu da deyim sizə. Məsələdə ASCII Unicode sözü demirsə, heç bir əlifbanın adını çəkmirsə, siz həmişə susmaya görə onu 1 bayt ASCII kimi başa düşməlisiniz. Bu mütləq belədir. ASCII-də desəydi 1 baytdır, bu zaman 14 bayt olacaq. Bu ASCII üçün keçərlidir. Unicode-da desə, artıq 2-yə vurmaq lazımdır. Bir simvolum 2 baytdır. 14-ü vururam 2-yə, 28 bit eləyir. Üzr istəyirəm, 28 bayt eləyir. Sonra, deyək ki, 32 simvolu əlifbada kodlaşdırılıb. 32 2-nin hansı qüvvətidir? 5-ci. Deməli, i burada 5-dir. Yaxşı, mənim neçə simvolum var? 14. Hərəsi 5 bitdirsə, 14-ü vururuq 5-ə, alınır 70 bit. İndi bir də var ki, mətnimizin həcmi böyüyür. Tutaq ki, deyir ki, məsələn, 32 səhifədir, 32 səhifəlik bir, tutaq, balaca bir kitabçadır. Bu kitabçanın hər səhifəsindən ortalama 64 sətir var. 64 sətir. Və hər sətirdə də 128 simvol var. Tutaq ki, mətin Unicode-la yazdım. Bunu da deyir. İndi tapın görək, burada mətnin həcmi neçə kilobaytdır? Necə tapacağım? Deməli, V bərabər nə etməliyəm? Hamısının həcmini bir-birinə vurmaq lazımdır. 32, 64, 128. Unicode dediyi üçün 2-yə də vururam. Kilobaytla istəyir dedikdə həcmi. Kilobaytla, indi baxın, bir simvol 2 baytdır. Mən burada cavabım baytlandır. İndi əvvəlcə bir dənə bu ədədin 2-nin qüvvətləri ilə yazaq. 32 2 üstü 5-dir. 64 2 üstü 6-dır. Bu cür yazanda məsələnin həlli daha tez tapılır. 128 deməli 2 üstü 10-dur. Bir dənə də 2 var. Gəlin onu da yazaq 2 üstü 11. 2 üstü 11. Bu bizdə baytlandır. Bəs yaxşı, mən baytı kilobayta çevirmək üçün nə etməliyəm? Yadınızda qalsın, 1 kilobaytımız 1024 bayta bərabərdir.
1024 bayta. Və burada mən nə etməliyəm? 1024-ə bölməliyəm. Yəni 2 üstü 10-a bölmək lazımdır. Bunu böləndə, deməli burada nə var? 2 üstü 11 var. Bunun biri getsə, burada 2 qalsa. Bunların qüvvətlərini toplayaq. 5, 6, 11, bir dənə də bu 12. Deməli 2 üstü 12 kilobayt və yaxud da 4096 kilobayt həcmində bizim mətnimiz var imiş. Bəzi məsələlərdə, deməli, e, verilənləri verir, həcmi verir. Məsələn, simvolu soruşur, sətrin sayını soruşur və yaxud da hansı əlifbada kodlaşdırıldığını soruşur. Əlifbanın gücünü də soruşa bilər. O zaman nə etməliyik? Həcmi bölməliyik həmin bizə məlum olanlara. Daha sonra oradan lazım olan verilənlərin işləməliyik. İndi ona aid də bir dənə yazaq. Tutaq ki, bizə verilsin həcm. Deməli, 20 kilobayt həcmdədir. 32 sətir var. Səhifələrin sayı 20-dir. Simvolların sayı da olsun. Simvolların sayı da olsun 32. 32 simvol var. 20 səhifə var. Səhifədir bu. Deməli, səhifə 20-dir. Sətir 32-dir. Simvol, hər sətirdə 32 simvol var. Orta hesabla. Və bizdən istəyir əlifbanın gücünü. Yəni, n nəyə bərabərdir? Simvolların sayını istəyir. Nə etməliyəm? Əvvəlcə mənə verilən bu V var idi, düzdür? V-ni bölməliyim mənə məlum olanlara və heç bir ASCII, Unicode adı çəkilmir. Deməli, mənim bir simvolum 1 baytdır həcmindədir. Bu kilobaytı əvvəlcə bir bayta çevirim. 20-ni vururam 2 üstü 10-a. Baytla yazıram. ASCII-də olduğu üçün bir simvolum 1 baytdır. Mən problem yaranmayacaq. Deməli, mən bunu bölməliyim sətirlərin sayına. Yəni 32-yə bölməliyim. 32-ni yaza bilərəm 2 üstü 5. Səhifələrin sayına bölməliyim. Yazıram 20-ni. Hər sətirdə də 32 simvol var. O da 2 üstü 5-dir. Yazdıq. İndi ixtisar aparsaq. Qəşəng ədədlər yazmışıq. 2 üstü 10 getdi. Bu 2 üstü 5'ti. Bu da 2 üstü 5'ti. 20 ilə 20 getdi. Burada 1 alındı. Yəni biz burada əslində nəyi tapırdıq? Deməli. Bizə saniyə. Hə, əslində ASCII-dən danışmamalıydıq. Mən məsələ cavabını dedim sizə birbaşa. Deməli, biz axtarırdıq ki, bir simvolun həcmi nə qədərdir? Yəni mən bunu bitə də çevirə bilərdim. Amma bizdə burada alındı 1 bayt. 1 bayt olanda artıq mən bilirəm ki, burada söhbət ASCII-dən gedir. Yəni 8 bit həcmindədir. O da 2 üstü 8-dən tapsaq enimiz olacaq 256. Bu biraz asan oldu. Biz sizə sual verəndə başqa məsələ yazdıracağım sizə. İndi deməli siz nə yazırsınız? Qələmlərinizi hazırlayırsınız. Sizə başqa bir məsələ deyəcəm, onu həll eləyəcəksiniz. Deməli, bir saniyə. Deməli, əlifba 30 simvoldan ibarətdir. Yox, üzr istəyirəm. Əlifba yox, mətnin həcmi. Mətndə 30 simvol var. 30 simvol var. Mətnin həcmi. Mətnin həcmi. Deməli,
Deməli, 30 simvoldan ibarət mətndir. Mətnin həcmi 300 bitdir və siz tapmalısınız ki, bu mətnin kodlaşdırıldığı əlifbanın gücü nə qədərdir? Yəni, n neçədir burada? Həmin əlifbada neçə simvol var? Məsələn, həll eləyin, chatda yazın cavabını. Belə qüvvət olaraq da yaza bilərsiniz. Yaza bilirsiniz çata. 210 tapdım. Aha. Ayhan xanım, siz tapdınız? Deyəsən hələ hesablayır. 210 doğrudur. Rəşad bəy. Deməli, necə tapdınız? Deyə bilərsiniz, yoxsa? Həcmi simvol sayına böldüm. Daha sonra harf dedi üsulundan 2 üstü i, yəni orada 330-a böləndə i-ni 10 tapdım. 210 son cavab, yəni. 1024 daha doğru, belə demək olar. Bəli, 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 doğrudur. İndi sualı dəyişdiririk, başqa bir sual yazırıq. Deməli, deməli 32 simvollu əlifbada kodlaşdırılıbdır mətnimiz. 32 simvollu əlifbada. Və mətndə simvollarımızın sayı 200-dür. 200 simvol var. Siz tapmalısınız həcm nə qədərdir? V-ni. 32 simvollu əlifbada kodlaşdırılan mətndir. 200 dənə simvol var. Həcmi nə qədərdir? Bitlə də deyə bilərsiniz, byte-la da deyə bilərsiniz. Bitlə desəz yaxşıdır. İki dəqiqə vaxt maksimum kifayət eləyəcək. Data yazırsınız cavabı. Yazın, baxaq görək doğrudur yoxsa yox. Hı -hı.
Ayhan xanım yazırsınız yoxsa yox? Yəqin çıxdınız təzədən daxil oldunuz, ola bilər. Belə səsli olaraq deyə bilərsiniz. 8 nə? Byte mı, bit mi? 8 byte. Aha. Rəşad bəy, yəqin sizdə 6400 bitdir. Yaxşı, gəlin baxaq izahına. Deməli 32 simvollu əlifba deyirsə, deməli bunun n-ni mən bilirəm. N 32-dir. N 32 olanda i neçə olmalıdır? 32 2 üstü 5-ə bərabərdir. Deməli burada i olur 5 bit. Yaxşı, mənim bir simvolumun həcmi 5 bitdirsə, mən indi 200 dənə simvolumun həcmini necə tapacağam? 200-ü vuracağam 5-ə. Bu da olacaq 1000 bit. Bunu bayta da çevirmək istəsək, 8-ə bölməliyik. 8-ə də böləndə alınır burada 125 bayt. Nəsə oldu, burada sizi çaşdırdı. İndi gəlin buna aid bir dənə də sual işləyək. Bu izah aydın oldu mu sizə? Bax, təkrar edirəm. Deməli, 32 simvollu əlifba deyirdi. Deməli, enim 32 idi. Mən 32-ni tapdım ki, 2-nin neçənci qüvvətidir? i-ni bildim. Yəni, bir simvolun həcmini bildim. Ondan sonra 200 dənə simvolun həcmini tapmağa çalışdım. Bunun üçün də nə etdim? Simvolun sayını 200-ü vurdum birinin həcminə. İndi sizə başqa bir məsələ deyirəm. Deyirəm ki, 64 simvollu əlifbadır. 64 simvollu əlifba. Baxın, əlifbadır bu. Vurğulayıram. Və burada var bizdə, deməli, 150 simvol var. 150 simvol var. Həcmi tapın. Görək nə qədərdir. 2 dəqiqəniz var. Hı -hı. Yəni, səsli olaraq deyə bilərsiniz, cavabı tapmısınızsa. Neçə? 150. 150 bit. Aha, gəlin izaha baxaq. Sizin səsinizdə qırılma var, mən tam anlaya bilmədim. Deməli, burada 64 simvollu əlifbadırsa, 64 2-nin neçənci qüvvətidir? 6-cı qüvvəti. Deməli, i məndə neçədir? 6 bitdir. Yəni, bir simvolumun həcmi 6 bitdir. Bəs yaxşı, mənim neçə simvolum var? 150. V-ni necə tapa bilərəm? 150-ni vurmalıyam i-yə. Yəni, simvollarımın sayını, mətndəki simvolların sayını birinin həcminə vurmaq lazımdır. 150-ni də 6-ya vuranda bizdə alınacaq 900 bit. Tamam mı? Simvolun sayını birinin həcminə vurmaq lazımdır. Ümid edirəm ki, bəlkə də düz həll etmişdiniz. Mən sizin səsinizi səhv eşitdim. Çünki səsdə qırılma var. İndi isə gəlin, deməli, minimal simvollu əlifba məsələsi işləyək. Deməli, burada necədir? Bəzən olur ki, bizə əlifbanın gücünü vermir və biz onu özümüz tapmalı oluruq. Siz dediniz ki, Qubadansınız deyəsən. Mən sizə bir dənə cümlə yazacağım. Deməli, yazıram. Qubada
alma ağacı ıı, qurumaz. Belə bir cümlə uydurdum. Deməli, Qubada alma ağacı qurumaz. Biz minimal əlifba anlayışı bilmirəm, xatırlayırsınız yoxsa yox. Minimal əlifba o deməkdir ki, yəni mənim minimum sayda nə qədər simvolum olsa, mən bu ifadəni yarada bilərəm. Minimum sayda mənim bu ifadəni yarada bilməyim üçün hər hərfdə bir dənə olması kifayətdir. Yəni təkrar hərfləri saymıram. Necə? Məsələn, burada bu arada böyük və kiçik hərfin fərqi var. Yəni böyük A ilə balaca A bir-birindən fərqlidir. Bunu da nəzərə almaq lazımdır. İndi nə edirəm? Məsələn, necə ki, Q hərfidir. Məsələn, böyük Q kiçik Q-dan fərqlidir. Yəni bu da Q-dır, o da Q-dır deyə eyni saymayacağıq da. Deməli, hər hərfdən bir dənəsini sayacağam. Hər hərfdən bir dənəsini sayanda, deməli, bir dənə Q, sonra gəlir. Deməli, U, B, A hərfini saydım, balaca A-nı, D. Artıq növbəti təkrarlanan A-nı saymıram. Alma sözündəki hərfi də saymıram. Deməli, digər A hərflərinin üstündən xətt çəkəcəm. Bunları sayılmayacaq. Artıq bir dənəsi var çünki. Sonra L hərfini saydım, M hərfini saydım. Daha sonra G hərfini sayıram, C-ni sayıram, I-ni sayıram. Sonra Q hərfini, balaca Q-ni sayıram. Çünki böyük Q-dan fərqlidir o. U hərfini artıq Quba sözündə yazmışıq, ona görə onu saymırıq. Digər U hərflərinin üstünə xətt çəkirik. Alma sözündə M hərfi var idi. İkinci M hərfini saymırıq. R hərfi heç qabağımıza çıxmayıb, onu sayacağıq. Z hərfini ilk dəfə görürük, onu da sayacaq. Bir də nida işarəsini sayacaq. İndi gəlin görək neçə dənə simvol sayıram mən. Deməli, Qubada sözündə burada 5 dənə hərf buradadır. 5 dənə burada. L, M, 2 dənə hərf burada. Ağacı sözündə G, C, Ü hərfləri var. 3 dənə hərf buradadır. Qurumaz sözündə də Q, R, Z var. Deməli, 3 dənə hərf, bir dənə də nida işarəsini saysaq 4 dənə simvol alındı. İndi görək ümumilikdə mən neçə dənə simvol aldım? 5, 2, 7, 3, 10, 14 dənə simvolum var mənim. Bəs yaxşı, mən bütün bu simvolları saysaydım burada nə qədər olardı? Onu da yoxlayaq. Deməli, Qubada 6, bu arada boşluğu da saymalıyıq. Boşluqlarımız da var bizim, onları qeyd edeyim. Nəzərimizdən qaçmasın. Əslində burada 3 dənə boşluq görürük. Amma biz digər 2 boşluğu saymamalıyıq. Çünki boşluq simvolunu artıq bir dəfə istifadə eləyəcəyik. Ona görə də burada biz plus birimiz də var. Yəni əslində bizə 15 dənə, minimum 15 dənə simvol
Uşaqlar, zaryadkada bir problem oldu. Səsim gəlirmi? Eşidirsiniz məni? Aha, tamam. Texniki problemimizi düzəltdik. İndi davam edə bilərik. Deməli, dedik ki, minimal simvollu əlifbada nə baş verir? Təkrarlanan simvolu nəzərə almırıq. Düzdür? İndi 15 dənə simvol mənə minimum lazım idi. İndi isə baxıram ki, mənə əvvəlcə burada neçə dənə ümumi bir simvollar var sayaq. Deməli, Qubada 6, alma sözündə 4, ağacı sözündə 5, qurumaz deyəndə 7, nidan da saysam 8. 3 dənə də boşluq var, onu da nəzərə alım. Deməli, 6 plus 4 plus 5 plus 8 plus 3 dənə. Ümumilikdə neçə dənədir? Deməli, 15, 23, 26. Gör nə qədər fərq yarandı. Gülər müəllimə axşamınız xeyir. Davam eləyək. Deməli, 26 simvol. 15 dənə simvol hara, 26 simvol hara. Minimal əlifba o deməkdir ki, mən hər simvoldan bir dənə götürməklə bu ifadəni kodlaşdıra bilim. Deməli, 26 simvollu əlifbada bir simvolun həcmi nə qədər olur desək, bu özü 2-nin tam qüvvəti deyil. Nə 15, nə də 26. Deməli, özündən sonra gələn 2-nin qüvvəti hansıdırsa, o həmişə onun əlifbasına gedir, sığınır. 26 da özündən sonra gələn hansıdırsa ona getməlidir. O da 32-dir. Deməli, indi mənim əlifbamda 16 2 üstü 4 olduğu üçün bir simvolumun həcmi 4 bitdir bu ifadədə. Amma 32 2 üstü 5 olduğu üçün bir simvolumun həcmi 5 bitdir. Deməli, əvvəl bir simvolumun həcmi 5 bit idi, amma mən minimal əlifba sözünü keçəndə artıq mənim simvolumun həcmi 1 bit azaldı. Azalması o deməkdir ki, daha az yer tutacaq, daha az yaddaş sahəsi gedəcək. İndi ümumilikdə mənim neçə dənə simvolum var? 15 dənə. Hərəsi 4 bitdirsə, mən 15-i vururam 4-ə. Deməli, 60 bit alıram. Deməli, mənim məlumatımın həcmi 60 bit olacaqdır. Amma əvvəlki halla hesablasaydıq, ümumilikdə bizim neçə dənə simvolumuz var? 26 simvolumuz var. Bu 26 simvolun hərəsini 5 bitlə kodlaşdırsaq, deməli burada V alınır, 26 vurulsun 5. Bu da olacaq bizdə neçə? 130 bitə bərabər. Görün nə qədər fərq var. Az qala 2 qat fərq var. Yəni 130 bit hara, 60 bit hara. Təbii ki də məlumatın həcminin az olması bizim üçün daha faydalıdır. Niyə? Cihaza yerləşməyinə görə, yükləməyə görə, ötürülməsinə görə, göndərilməsinə görə bu daha sərfəlidir. Minimal simvolu əlifba məsələləri OTK-nın sınağına da düşür, qəbula da düşür. Diqqətli olmalı olduğunuz məqamlardan biridir. Sonra biz, deməli, mətn informasiyasının kodlaşmasında ASCII-ni dedik, Unicode-u dedik, minimal simvollu əlifbanı dedik. İndi gəlib minimal simvollu əlifba ilə bağlı sizə başqa bir cümlə deyim. Siz onun həcmini mənə hesablayın, deyin. Əgər nəsə bir qaranlıq məqam qalmayıbsa, hər hansı bir qaranlıq məqam varmı? Varsa deyin. Yoxdursa mən sualı yazım. Ayhan xanım, səsinizi heç cür anlaya bilmirəm. Səsiniz qırılır. Çox xahiş edirəm. Mümkünsə yaza bilərsiniz. Siz mənim WhatsApp qrupda varsınız siz. Bəli, İnformatika abituriyent qrupunda varsınız, düzdür? Zəhmət olmasa ora WhatsApp-a yaza bilərsiniz və yaxud da mənim nömrəmə də yaza bilərsiniz elə. Mənim özümə də yaza bilərsiniz. İndi bir dənə söz yazacağıq bura, onun həcmini tapacağıq. Tutaq ki, ən çox bizim sevdiyimiz bir söz var. Abrakadabra sözü. Deməli, minimal simvollu əlifbada bu söz kodlansa, onun həcmi nə qədər olar?
Yaza bilərsiniz. Çata yaza bilərsiniz cavabı. Bir dəqiqəniz var. Cavab yoxdursa mən sualın izahını deyim, sonra təkrar sizə başqa sual verərəm. Deməli belə. Buradakı hərfləri saymalıyım. Ümumilikdə deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə hərf var. Bəs yaxşı, mən bunu minimal əlifbada saysaydım necə olardı? Təkrarlanan hərfləri saymasam. Deməli, kiçik A hərfindən bir dənə olacaq. Digər A hərflərini saymayacağım. Sonra bu hərfi artıq bir dəfə varsa saymayacağım. R hərfi bir dəfə varsa artıq saymayacağım. İndi baxsam burada, deməli, böyük A, sonra B, sonra balaca R, sonra balaca A, K, D və salam. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6 dənə. İndi əvvəl 6 hərf lazım idi mənə. Daha doğrusu əvvəl 11 hərf lazım idi. İndi 6 hərflə kifayətlənə bilirəm. Burada nə baş verir? 11 dənə olanda 11 2-nin hansı qüvvətinə yaxındır? 16-ya yaxındır da. Yəni özündən sonra gələn o. Orada bir simvol olmalıdır 4 bit. Çünki 16 2 üstü 4-ə bərabərdir. 6 isə 6-dan sonra gələn 2-nin qüvvəti 8-dir. 8 2-nin kubuna bərabər olduğu üçün burada bir simvol həcmi 3 bitdir. İndi mən ümumilikdə burada neçə dənə hərfim var mənim? 11 dənə hərfim var. Mən bu 11 dənə hərfi hərəsini 3 bitlə kodlayıram. Minimal əlifba olduğu üçün. Minimal əlifbada 11 vur 3, burada olur həcm 33 bit. Amma minimal əlifba sözü deyilməsəydi, mən elə 11-i götürüb 4-ə vursaydım, onda 44 bit almış olardım. Bu məncə aydındırsa, indi mən sizə əlavə bir başqa söz yazıram, onun həcmini tapırsınız. Tutaq ki, nə ola bilər bu? Biraz absurd söz yazacağım. Deməli, papaqçının papağı. Papaqçının hətta papaqları. Qıdı biraz qaralama oldu. Papaqçının papaqları. Aha. İndi burada minimal əlifbada bunun həcmi nə qədərdir? Qaydanı bir də deyirəm. Deməli, ümumi hərflərin sayını tapırsınız. Neçə dənə hərf var? Hərfi bildiniz. Sonra təkrarlanan hərfləri saymırsınız. Hər hərfdən unikal olaraq bir dənə götürürsünüz. Yəni minimum bir dənəsini. Neçə hərf olduğunu bilirsiniz. Sonra tapırsınız ki, o 2-nin hansı qüvvətinə yaxındır. Yəni neçə bit olacaq. Harfli düsturdan istifadə edirsiniz. İyini müəyyən edirsiniz. Daha sonra isə hərflərin sayını vurursunuz i-yə, yəni birinin həcminə və həcmi tapmış olursunuz ümumi. 2 dəqiqə vaxtınız var. Yyirmi bir 55'te cevap gözləyəcəm. Hüseyin Bey yaza bilərsiniz? Hazırsınız yoxsa yox? Hı -hı. 60 deyirsiniz. Yaxşı, gəlin hesablayaq, baxaq. Görək necə olacaq. Deməli, ümumiyyətlə sayıram ki, bu papaqçı sözündə, papaqçının papaqlarında neçə hərf var? Deməli, 1, 2, 3, 4,
5, 6, 7, 8, 9, 10. Boşluq da var. Deməli, 11. Sonra papaqları sözünə baxaq. 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Deməli, ümumilikdə 20 dənə simvol var. İndi təkrarlanan hərfləri nəzərə almayaq. Deməli, birinci P var, A var. İkinci P-nı, ikinci A-nı nəzərə almıram. Q var, Ç, I, N. Aha, ikinci I ilə ikinci N-nı nəzərə almıram. Boşluq var burada, onu unutmayacağım. Yenə P hərfi, yenə A hərfi, yenə P, yenə A. I hərfi ikinci dəfə gəldi, onu saymıram. A hərfi yenə gəldi, saymıram. R hərfini sayıram, I hərfini saymıram. İndi götürə görə neçə dənə oldu? Deməli, P1, A2, I3, Ç4, I5, N6, boşluq 7, L8 və R da 9. Neçə dənə simvolum oldu indi? 9 simvol. Deməli, mən hər hərfdən, hər simvoldan, yəni boşluğu da nəzərə alsam, bir dənə götürəndə mənə 9 dənə simvol kifayət eləyir, mən bu mətni yaradım. Yaxşı, 9 dənə olanda mənim əlifbamın həcmi nə qədər olacaq? Deməli, 9-dan sonra gələn 2-nin qüvvəti 16 olduğu üçün olacaq 4 bit. Yaxşı. 4 bitdirsə, 9-u vururam, yox, 9-u yox. 20-ni vururuq 4-ə. Deməli, neçə dənə hərfim, simvolum var ümumilikdə? 20 dənə. Ona görə də 20-ni vururam 4-ə, V-ni tapmaq üçün. Alınır məndə 80 bit. Amma mən əvvəlki halla hesablasaydım, 20 simvol üçün mən tapmalı olsaydım, 20 simvol üçün mənə lazım idi. Deməli, 20-dən sonra gəlirdi 32, 20 vurardım 5-ə, eləyərdi 100 bit. Amma mən 80 bitə bunu indirə bildim. Yəni, baxım çata. Boşluğu unutmusan. Hə, boşluğu saymayanda, deməli, səndə neçə alınım? Onda 8 olub, 3 dənə olub, 20 vurmusan 3-ə. Amma yaxşı yanaşmaydı. Onda bir dənə də başqa bir ifadə yazım. Bu dəfə rahat bir söz yazacağım. Məsələn, aparat sözü. Aparat. Aparat təminatından. Bundan düşər yəqin. Aparat sözünün həcmi nə qədər olar minimal əlifbada? On iki deyirsən, baxaq görək. Deməli, aparat sözündə 6 dənə hərf var. 6 dənə hərf üçün mənə nə lazımdır? 6 gedir 8-ə, özündən sonraki 8-dir. Yəni, o da 2 üstü 3 olduğu üçün 3 bitdi. 6-nı vursam 3-ə, bu 18-dir. Bu minimal deyil, ha. Bu hələ ki, belə adi haldadır. Bəs yaxşı, təkrar hərfləri saymasaq, yəni A hərfini ikinci dəfə saymasaq, A, P, R, E, T. 4 dənə hərf olur. 4 dənə hərf olanda 4 2-nin kvadratı olduğu üçün, deməli, i'miz 2 bitdi. i 2 bitdi. 6-nı vurduq 2-yə. İndi V-miz olacaq. 6 vur 2, 12 bit. Sən də deyəsən 12 yazmışdın, düzdürmü? Bəli, tamamilə doğrudur. Deməli, biz öyrəndik bugün mətn informasiyası necə kodlaşdırılır, nə üçün kodlaşdırılır, hansı üsullardan həll eləyə bilərik bu məsələləri və s. Ümid edirəm ki, sizin üçün faydalı, yararlı bir dərs oldu. Qatıldığınız üçün, iştirakınız üçün hər birinizə təşəkkür edirəm. Daha çox videonun gəlməsi üçün, daha çox canlı dərsin olması üçün kanala abunə olmağı, bildirişləri açmağı, dərslərdə aktiv iştirak etməyi unutmayın. Sağ olun. Görüşənədək özünüzdən müğayət olun.